Xanımlar və cənablar, xoş gördük hər birinizi. Həftənin gözəl günü, sevilən günlərindən biridir. Bəli, gözlədiyiniz o 5-ci gün nəhayət çatdı. Həftə sonunun o xoş ab-havasına indidən başlamaq istəyirsinizsə, onda siz doğru məkandasınız. Axşamın ən maraqlı saatı 19:00. Mən Bartu Kamal və Gülzər Fəracova ilə birlikdə axşam 7-də efirindəyik. Axşamınız xeyir olsun, dəyərli, çox sevimli tamaşaçılarımız. Bəli, Bartu qeyd elədi ki, bugün həftənin sevilən günüdür, cümə günüdür və mən deyərdim ki, bugün iki qat bizlər üçün çox sevilən gündür. Ona görə ki, biz bayram ərəfəsindəyik, həftənin sonudur, iş yoxdur, hamı evindədir, istirahət eləyir, əyləşiblər. Məhz gözləyirlər ki, ARB televiziyasında axşam 7-də efirinə start versin. Biz də çox gecikmədən istədik ki, gözəl sənətkarlarımızı, sənətçilərimizi, belə bayram ab-havalı bir veriliş təqdim eləyəksə, ona görə gəlmiş ki, bax bu yağışlı havada heç yerə getməyin, elə açın ARB televiziyasını, bizə baxın. Mütləq bizə baxın, çünki bu günümüz çox maraqlı olacaq. Bartu, necəsən? Yaxşı, səni artıq 4 gündür ki, yəni həftə içindən söhbət gedir, görmürəm və çox sevinərək yolumu gözləyirəm ki, həftənin sonu Bartu gələcək. Bartu ilə idarə elədiyim verilişlər mənə digərlərindən daha sanki rahat, daha belə ab-havası yüksək gəlir, bilmirəm niyə. Amma özünüz də gözəl aparırsınız, sərbəst alınır və hətta izləyirəm. Şeir dediyinizlər, ötən verilişdə o yerində çox bəyəndim. Elə mən istəyirəm o məqama da toxunum. Əziz tamaşaçılarımız, çox müsbət bir rəy aldıq sizdən. Həqiqətən də o bizə sürpriz idi, mənə şəxsən sürpriz idi. Verilişin sonunda ki, bizim rejissorumuz qulağıma dedi ki, sizə də bir sürprizimiz var və mən ona belə bir fikir bildirim ki, mənə nə sürpriz, axı mənim xəbərim yoxdur və o sürprizi görəndə çox sevindim. Çox sevindim ki, siz də çox bəyənmişsiniz. İnşallah ki, mən düşünürəm ki, bu silsiləli şəkildə davam edəcək və bir gün səndən də şeir gözləyirəm. Bax, onu da deyim. Bəs sürprizləri xoşlayansınız? Sürprizləri xoşlayıram. Amma daha çox sürpriz etməyi sevirəm. Daha çox Sən sürpriz. necə? Mən də daha çox sürpriz xoşlayıram. Sürpriz etməyi də xoşlayıram, amma ən çox sürprizləri xoşlayıram. Mən sevirəm ki, çox sevdiyim, dəyər verdiyim insanlara sürpriz edeyim. Çünki sevdiyim insanların üzündə təbəssüm görəndə sanki daxilən özümü çox belə varlı, çox belə gözəl, ruhumu yüksək hiss eləyirəm. Ona görə də elə sevdiklərimizə ən çox da bayram günlərində hədiyyələr, sürprizlər etmək lazımdır, vacibdir. Bax belə, neyini, başlayaq, qonaqlarımızı çağıraq. Gecəmiz başlasın və dəvət eləyək onu. Gözəl dostumuz və gözəl müğənnimiz gəlir. Elçin Hüseynov. Ölürəm. Bəh, bəh, bəh. Çox təşəkkür İlhamə Quliyevanın repertuarından mənim çox sevdiyim nəğməni ifa elədiniz. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Çox sağ olun. Mən də ilk öncə bizi izləyən bütün tamaşaçılarımızı salamlayıram. Və sizin bu verilişiniz çox uğurlu olsun, çox uğurlu olsun, düşərli olsun. Sizin də gözəl ifalarınız var və gözəl də veriliş aparırsınız. Bartu da ki, heç də Zarun oğlu necə olmalıdır. Maşallah olsun ki, gözəl bir veriliş aparırsınız və yenə də necə deyərlər, o baxımlılığında birinci sıralarda olan bir verilişdir. Uğurlar arzulayıram bütün kollektivinizə. Çox sağ olun. Dəvətiniz Xoş gəlmişsiniz, həqiqətən də. Çox gözəl nəğmə ilə açılış elədik, əlbəttə. Buyur, Elçin müəllim, sizin ən sevilən, ən öndə gedən ifanız hansıdır? Belə tamaşaçılar tərəfdən daha çox sevilsin. Mən deməli, hardasa bu il 30 il olacaq bu səhnədə olmağa. Maşallah. Bu ilk mahnım da olub, Anama qurban mən olum. Bu mahnı olub. Sonra da Baba mahnısı. Neçənci ildə oxuyubsunuz onu? O mahnı hardasa mənim bildiyimə görə elə onun da bir 27-28 yaşları var. 2000. Hə, o illərdə. O illər. Bəli, o illərdə. Yəni Allah bütün analara can sağlığı versin. Allah bütün valideynlərə can sağlığı versin. Amin. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Mənim anam da buradan izləyir, Raya xanım. Salamlayırıq, əllərindən öpürük. Allah canını sağ eləsin. Elə efir vasitəsilə görmüşük sizin anavızı. Çox gözəl, nurani bir xanımdır.
Var Allah olsun can ki sağlığı bizləri versin. izləyir. Və bu bayram ərəfəsidir. Bu bayram münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Çox sağ olun. Daima gözəl günlər, bayram dolu günlər arzu edirəm bizim xalqımıza. Ümumiyyətlə ancaq bayramlar yaraşır. Və həqiqətən də son illərdə də bütün bu Azərbaycan bütövlüyümüz oldu. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı ki, elə dünyaya səs saldı bizim Azərbaycanımız, xalqımız, millətimiz. Elə belə də davam edəcək inşallah. Çox şükür. bu Mahnılarım günümüzə. çoxdur, Bartu. Bilirəm, sizin ifalarınız Nə qədər desəm çoxdur. mahnılar, hələ də şükürlər olsun, bu 1-3 il fasilə verdim bu son illərdə. Amma indi yeni mahnılar ard səsləndirirəm. Biz bugün gözləyirik sizdən. Bəli, Çox yeni sevilən mahnılar hansı var ki bu sizin günləri. repertuarınızda izləyicilərimiz, dinləyicilərimiz tərəfindən sevilən nəğmələri gözləyirik. Amma istəyirik ki, Dəvət növbəti eləyək qonaqlarımızı da növbəti çox qonağımıza. gözlətməyək. Çox dəyərli bir xanımı dəvət eləyəcəm. Mən onu illərdir çox sevirəm. Onun yaradıcılığını çox sevirəm, xarakterini çox sevirəm. Və bilirəm ki, mənim sevdiyim nəğmələr bugün mütləq bizim studiyamızda səslənəcək. Özü də gözəl xanımdır, ifaları da Çox və gözəldir. dəvət eləyək onu İlhamə Qasımova. Qasımova. Möhtəşəmsiz. Xoş gəlmisiniz. Xoş Təşəkkür gəlmisiniz. edirəm, xoş gördük. Xoş gördük Elçini mən təbrik eləyirəm ad günü münasibəti ilə. Ümumiyyətlə bu may ayı biz üç əziz insan birinci Humayun ad günüdür. Yəni biz rəfiq olaraq, sonra Gülyaz xanımın ad günü oldu, sonra mənim ad günüm, indi də Elçinin ad günü. Yəni biz ad Mən günlərinə hələ ad günü deyil, bu il yubileyidir. Onu Sən onda bizim bizdən balacasan hələ. Bizim yubiley oldu. təbrik edirəm. Mən Sağ ol, sizi mən təbrik var eləyirəm. olasınız. Həmişə can sağlığı, ümumiyyətlə. Həqiqətən də İlhamə xanım mənim çox sevdiyim, dəyər verdiyim bir xanım və gözəl sənətkardır həqiqətən də. Allah canını Çox sağ olun, eləsin. təşəkkür edirəm. Bax görürsüz, qoy indi əslində o pərdə arxası məqamdır. Oxuyanda söndü, dedi Bəli. üzr istəyirəm. Yəni bu elə belə bir şey deyil. Var olasınız İlhamə xanım. Mən sizi çox istəyirəm və həmişə də deyəndə ki, İlhamə xanım da gəlir verilişə böyük məmnuniyyətlə bir sağ olun. yerdə bir verilişdə olmaq mənim çox xoş Sağ olur. olun, çox sağ olun. İlhamə xanım yeni ifadə bu. Əslində yeni ifa deyil, bu proyekt üçün olub keçən il, amma yəni efirlərdə artıq bu ildən ifa etməyə Necə başlamışam. klip çəkdirməmisiniz? Əslində bu digər bir televiziyanın proyekti idi, Köhnə mahnılar. Bu Oktay Ağayevə məxsus bir mahnıdır, çox köhnə bir mahnıdır, yeni aranjman. Yəni televiziya olaraq bunu biz Kirov Park üzr istəyirəm, o parkın adı nə? Dağüstü parkda. Dağüstü parkda, Dağüstü bəli, biz onu çəkdik, belə qısa bir belə video görüntü etdik. Çarx əslində. kimi. Bəli, bəli. Amma mahnı həqiqətən çox maraqlı mahnı idi. Xoş gəlmisiniz bir Çox sağ daha. olun, xoş Mən də gördük. öz adıma deyim ki, mən həqiqətən elə ilk təqdim eləyəndə də dedim, İlhamə xanımı çox sevirəm. Həm şəxsiyyətini çox sevirəm, həm də yaradıcılığınızı Çox sağ olun. çox sevirəm. Mən Çox sağ ümid olun, eləyirəm ki, təşəkkür. düzü sürprizdir. Hələ bilmirəm hansı mahnıları ifa edəcəksiniz, amma orada Qırmızı xalı var, orada Dəlicəm var ki, mənim playlistimdə hər zaman olur və mən onları çox dinləyirəm. Ümid edirəm ki, bugün yoxdur onlar bugün playlistim. yoxdur. Mən elə onu deyəsən ancaq maşında dinləməli olacağam. Xoş gəlmisiniz Sağ bir olun, daha. çox sağ olun. Növbəti qonağımızı da çağıraq. Daha sonra isə söhbətlərimizə start verək. Nə deyirsən Bartu? Dəvət eləyək Dəvət onda onu. eləyək. Aha. Orxan Babazadə gəlir dostlar. Sevilən ifaçımız. Möhtəşəm. Çox sağ olun, Axşamınız təşəkkür xeyir edirəm. olsun. Xoş gəldiniz. Xeyir olsun. Nə gözəl nəğmə idi bu. Bəli, Orxan Gəncəbayın repertuarından Aha. bir mahnıdır. Onunla biz İstanbulda görüşdük. Yeni aranjmandır bu. Yeni deyəndə bir 4 il, 5 il olar artıq ifa etmişəm bu mahnını. Bizim Samir var, dostumuz, gözəl musiqiçi. O aranjman edib mənim üçün bunu. Həqiqətən çox sevərək ifa etmişəm və tamaşaçılarımızı da buradan salamlayıram, qonaqlarımızı da xoş gördük. sağ olun. Və bayram münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Allah uzun ömür, can sağlığı versin hər kəsə. Eləşim? Buyurun. Əlbəttə ki, əyləşə bilərsiniz. Bir daha xoş gəlmisiniz. Əziz tamaşaçılarımız, əziz Bartu, düşünürəm ki, artıq qonaqlarımız da gəldisə, biz gecəmizə start verə bilərik. Biz gecəmizi elə ilk Artıq ifadan start vermişik, amma söhbətlərimizin, o necə deyərlər, isti-isti başlayaq söhbətlərimizi eləməyə bərabər inşallah. Buyur, qonaqlarımıza ürək sözün ilk başda.
Mənim sözüm Əlbəttə. yoxsa gəlin siz başlayın. Necəsiz? Xanım olaraq- Mən hər zaman gələn ilk qonaqlarımıza bildirirəm ki, daha doğrusu ilk sualım olur ki, necəsiz? Əhval-ruhiyyəniz necədir? Hər şey gözəldir. Həqiqətən də burada ab-hava da çox gözəldir. Çox sağ olun. Həmişəki kimi və qonaqlar da çox gözəl. Ümumiyyətlə bir verilişdə ən azından 2-3 saat bir yerdə bir veriliş aparırsan, orada qonaqlar səmimi olanda və bir-birinə hörməti olanda o veriliş daha necə deyim, baxımlı olur, uğurlu olur və hər şey qaydasında olur. Amma o yaşlılar demişkən, vay o günə ki, o oxuyanlar bir-biri ilə münasibəti olmasın və bir-birinə qarşı aqressiya olsun. O veriliş keçmiş verilişlərdən olur. Elədir ki, var. İndi çox gözəldir hər şey və Bartu öz yerində bir aparıcı olaraq, amma sizin o biraz bizə o deyir ki, bir köynə yaxınlığınız var ki, bizim sahənin adamı olduğunuz üçün biz bir-birimizi daha yaxşı başa düşürük. Mən də elə düşünürəm. Gələn qonaqlarımız əlbəttə ki, bir çoxları bizim aktyorlarımız da olur, digər müəssisələrdən, digər peşə ixtisasının sahibləri də olur. Əlbəttə ki, həkimlərimiz olur, qonaqlarımız və s. Amma məhz ifaçılarla hər zaman özüm çox rahat dil tapa bilirəm. Çünki musiqinin dili yoxdur, necə deyərlər. Biz bir-birimizi çox gözəl anlayırıq. Nə xoş bizə ki, bugün üç peşəkar sənətinə xidmət eləyən dəyərli sənətçi qonaqlarımız bizimlə birgədir. Və elə sənətdən danışmışkən, mən bilirəm ki, hər biriniz repertuarınızda yeni bir nəğməyə imza atmaq istəyəndə, yeni bir nəğməyə yeni nəfəs vermək istəyəndə mütləq seçirsiniz onu. Bir neçə silsilə nəğmələrin içindən. Baxın, mənə çox maraqlıdır ki, mahnını seçərkən, belə deyim, Seçimi necə edirsiniz? Seçimi necə edirsiniz? Bəli. Seçimi necə edirsiniz? Çoxmu kapriznisiniz? Hər göndərilən mahnıya, hər sizə təklif edilən mahnıya yanaşma tərziniz necədir? Əminəm ki, çox sayda mahnılar gəlir sizə. Əslində mahnılar bu günləri deyəsən danışığa mən baxacam, oxumağa İlhamə xanımı. Deməli, əslində mahnılar çox gəlir. Yəni, mənim bir WhatsApp iş nömrə var ki, yalan olmasın, bəlkə də bir 100-ə yaxın orada demo mahnılar var. Aha. Mən demirəm ki, mahnılar yaxşı deyil və yaxud da qeyri-peşəkar, var elə qeyri-peşəkar musiqilər də göndərirlər, amma özünü görmə məsələsi var da. Hər bir müğənni o mahnıda, o musiqidə özünü görməlidir. Və mən elə əvvəldən sözlərə ən əsas önəmli sözlərə vermişəm və oxuduğum mahnılarda da sözlər mənə deyilənə görə sözlər həmişə belə yerində olub və qaydasında olub. Mən ona görə biz əvvəllər birazdan yəqin ki o mahnını ifa edəcəm. Bir mahnı oxumuşdum, Dəlxanadan məktub. Belə bir mahnıdır. Bu yaxında oxumuşam və təqdimatını elədim. Bəli, yəni onun sözləri sosial şəbəkədə mən o sözləri gördüm və sonra ona musiqi yazdırdım. Deməli, o mahnının da yaxşı bir təqdimatını elədim. Bütün 2000-ci illərin əvvəlində biz bütün media əhli ilə, jurnalistlər, televiziya, filan nümayəndələri hamını dəvət edirdi bir məkana və orada təqdimat keçirdirdik, klipin və mahnının və yaxud da albom təqdimatı. Mən bu son illərdə bunlar yox idi artıq. Mən bunu yenidən dəvə saldım, dəvə gətirdim və bu yaxında o həmin mahnının təqdimatını elədim. Bu da niyə görə bunu vurğulayıram? Təqdimat edəndə peşəkar insanları dəvət edirsən, istər söz yazarları olsun, istər jurnalistlər olsun, istər televiziya nümayəndələri və orada təqdimatda iradlarını bildirirlər. Artıq klip, mahnı yayıma çıxmamış, həmin o iradları, o nöqsanları aradan götürə bilirsən. Yəni, əvvəllər həqiqətən də o iradlar bizə çox olurdu. Mən danışıram sizə, hardasa 2000-ci, 2001-ci, 25 il bundan öncədən. Bəli, o vaxtlarda o iradlardan biz nəticə çıxardırdıq və mən bugünə qədər mənə mahnı göndərəndə birinci onun sözlərin
və söz yazarın, şairi soruşuram və onun hardasa səhvi varsa deyirəm ki, başqa bir dostlarıma göndərirəm, şair dostlarıma, söz yazarlarına ki, buna bir vaxtda bir göz gəzdir. Süzgəcindən keçir. O vaxtdan mənim beynimdə qalıb ki, 25 il, 27 il bundan qabaq ki, o iradlarda mənim beynimdə qalıb ki, buna diqqət olmalıdır. Elçin bəy, üzr bəli. istəyirəm, sözünüzü kəsirəm. Allah rəhmət eləsin İlhamə Quliyevaya. Sizə görə sağ olsaydı, onun repertuarından bir ifa etsəniz, sizə icazə verərdi, yoxsa necə? Əslinə qalanda Allah rəhmət eləsin Allah İlhamə rəhmət xanıma, böyük sənətkar, bizim gözəl sənətkarımız idi və İlhamə xanımın bu gün də yeri görsənir. Show biznesdə indi söz yox, mən bunu deyəndə bəlkə də bəzilərinin keçən verilişdə bəzilərinin xətrinə dəymişdi ki, bir balaca başsız qalıb show biznes. O vaxt İlhamə xanım rəhbərlik eləyirdi. Olsaydı daha gözəl olardı və bir mahnı ifa elədim əvvəldə. Bayaq elə ifa etdiyiniz Faiq ifaya görə. Süzətdinovun musiqisi və sözləri xanım İsmail Qızıya, dəyərli bəstəkarımız, şairəmiz. Əlbəttə ki, münasibətimiz də İlhamə xanımla çox yaxşı olub. Bir çox tədbirlərdə, dövlət tədbirlərində İlhamə xanımın rəhbərlik etdiyi komandanın həmişə içində olmuşam mən. Və hər zaman da deyirdi ki, istədiyin mahnını oxuya bilərsən. Hər zaman İlhamə xanım gənclərə çox böyük dəstək olubdu. Bəli, Əlbəttə ki, onun qoyduğu elə bir xəzinə var ki, nəğmə xəzinəsi. Bu gün də gənclərimiz və elə orta yaş nəsil ifaçılarımız da o nəğmələrdən mütləq ki, bəhrələnirlər. Sizin də ifanız çox gözəl idi. İlhamə xanım, çox uzun müddətdir sizi mediadan kənarda görürük. Bu kiçik bir fasilədir, yoxsa fırtına öncəsi olan sakitliyinizdir? Yox, heç bir fırtına yoxdur, sadəcə tənbəllik. Əslində 1-2 il var idi ara, amma bu çox da öncə idi. Mən bir il yarımdır ki, yəni əlbəttə ki, daha doğrusu 2 il olar, il yarım belə yəni fəaliyyət. Sadəcə olaraq efirlərə mən çox gec çıxıram. Amma yəni ki, mahnıya qalanda da yeni mahnı mən hər dəfə il ərzində 1-2 mahnı, ən çox olsa 3 mahnı belə yəni eləyirəm. Çünki ondan çox eləm. Həm tənbələm, həm də ki, mahnıya hörmətsizlikdir, dalbadal 10 dənə mahnı. Ya albom, əvvəllər albom olanda insanlar illərlə albom üstündə işləyirdilər və 11-12 mahnı içində olaraq o albomla 4 il, 3 il, 4 il yəni bəhrələnirdilər. İndi mən il ərzində 4 dənə, 5 dənə mahnı çıxartdım. Hə, mahnı xətrinə, mahnı xətrinə mahnı olmasını istəmirəm. Başqa bir sahə varmı ki, ora daha çox maraq göstərirsiniz deyə buradan biraz çəkilirsiniz? Başqa sahə deyəndə, bəli, mən hal-hazırda çalışıram əslində. Mən mahnı teatrında çalışıram. Rəşid Bey Budavadın Azərbaycan Dövlət Mahnı Teatrında sadəcə olaraq orada Estrada Simfonik Orkestrından konsertlər olur. Qastrol səfərləri olur və orada mənə xoşdur ki, Estrada Simfonik Orkestrından biz canlı ifalar eləyirik. Çox xoşlayıram. Yəni o proses mənə maraqlı gəlir. Ona görə ola bilsin biraz adam belə başqa şeylərdə, amma düzdür, insan özü üçün də çalışmalıdır. Doğrudur. Bu çox mütləq bir şeydir. Boynuma alıram, bu mənim tənbəlliyimdir. Baxın, 25-ci ildən 5 dənə hazır mahnı var. Hər deyirəm ki, bu ay, gələn ay artıq 1 il keçib. Yəni bu söz vermişəm ki, bu yay baxıram artıq yaya 2 aydan sonra yay da bitir. Bir də gözəm, o qədər yəni tənbəl insanam. Sevənləriniz də çoxdur. Bəs biz sizdə nə vaxt solo konsert gözləyək? Solo konsert bilirsiniz belə bir şeydir ki, indi show biznesində açıb xırdalayaq da. Konsertdə insanlar eləyir fanatları ilə, onu istədiyi, sevən insanlarla, musiqisini bəyənən insanlarla canlı görüş üçün və bunun üçün də əlbəttə ki, bəllicə sponsorlar olmalıdır. Yəni bu, deyək ki, bunun maddi tərəfini həll eləyən bir şey. Və ona görə də konsertlər də mütəmadi olmalıdır. Sənin hər albomunda, hər 2-3 ildən bir bu konsertlərini. Amma nəzərə alsaqdır ki, biz bu günləri sponsordan yox, öz cibimizlə bunu etmək istəyirik. Biz onda ömür boyu, yəni ki, banklara borcda oturmalıyıq. Çünki hər konsertdən sonra bir 100 min, 150 min borcda oturursan. Yəni mənə maraqlı deyil elə konsert.
konsertdə insan ürəkdən, yəni doğrudan da insan və konsert xətrinə də konsert etmək olmur. Yəni biraz əgər sən konsertdə maraqlı bir ssenari etmək istəyirsənsə, bir kontent yaratmaq istəyirsənsə, nəsə onun da üstünə 2 qat xərcini gəlin. Bu dəhşətli bir şeydir. Yəni ki, ona görə İnanmıram. Nə vaxt sponsor olsa onda. İnşallah. Düşünürəm ki, əlbəttə ki, peşəkar bir ifaçı, hansı ki, bu dünya miqyasında belədir, məndən razılaşarsınız. Peşəkar ifaçı sadəcə ifasını düşünməlidir solo konsertində. Digər məsələlərin hər birini sponsor həll etməlidir. Prodüserlər, menecerlər, sadəcə ifaçı geyini-bəynini gəlib orada repertuarını ifa eləməlidir. Ümid edirik ki, gözləyirik ki, güman edirik ki, bir gün inşallah biz də sizin konsertinizə gələcəyik. Hər birinizin əlbəttə ki, solo konsertinə. Orxan bəyə də mənim bir sualım var. Orxan bəy, hansısa bir böyük sənətkar sizə sizin ifa etdiyiniz ifaya tənqidini göstərsə, siz əsəbləşərsiniz, yoxsa onu qəbul edərsiniz? Əlbəttə qəbul edərəm. Təbii ki, yəni bu sahədə mən elə də çox peşəkar və professional bir müğənni deyiləm. Bu aydın məsələdir. Yəni sadəcə məndə bir hobbidir bu. Bunu nəyə görə soruşuram? İndiki gənclərin çoxusu tənqidi qəbul edə bilmirlər. Çünki qarşı tərəfdən də biraz tənqidi artıq başqa cür ifadə olunur. Onun üçün də qarşı tərəf biraz aqressiv cavab verir. Onun üçün. Yəni tənqidi biraz düzgün şəkildə və tənqidi olaraq bəs belə deyilsə, yaxşı məncə daha yaxşı olar. İndiyənə kimi hansısa bir sənətkar sizi tənqid edib və siz onun tənqidini qəbul eləmisiniz? Son bir 4-5 ay bundan öncə Niyaməddin müəllim, gözəl sənətkar, bir mahnısını ifa etmişdim. Salamlayırıq efir vasitəsilə böyük sənətkarımızı. Tənqidini göstərdi ki, yenidən ifa elə, tənqid deyəndə aranjmanda problem var idi sadəcə olaraq. Yəni Fərid çox sağ olsun. Yəni Fərid biraz aranjmanı tamamilə dəyişmişdi. Və o biraz Niyaməddin müəllim onu biraz tənqid etdi. Bəs o ifanı yenidən aranjman edib təqdim elədiniz? Yox, artıq istifadə etmir. Yəni oxumaq istəmirəm. O hansı mahnı idi? Məsələn, mənə çox maraqlı gəldi. Çağır gəlsin. Çağır məni, çağır gəlim. O? Hə, Balıqlan Çağır gəlsin ifası. Hə, çağır gəlsin mahnısı. Çağır gəlsin. Balıqlan müəllimin. Yox, Niyaməddin müəllim mahnısıdır. Zaru da, yəni Orxan bəy, siz deyirsiniz ki, mahnını yaxşı oxumusunuz, amma Niyaməddin müəllim aranjmanı aranjmana biraz tamamilə dəyişilmişdi. Onun üçün də yəni biraz tənqid etdi. Yəni düzgün şəkildə. Onda sizin səsinizi yox, aranjmanı daha çox tənqid. Aranjmanı daha çox, bəli. Musiqi çərçivəsindən yəqin. Tamamilə kənar bir musiqisi çərçivəsindən və Niyaməddin müəllim özü də dedi ki, bu mahnı mənim mahnım deyil. Yəni siz nə eləmişsinizsə bilmirəm. Yəni bu mahnı mənim mahnım deyil. Yəni Zaru da yəni o xatırlayıram o kadrları. Yəni bir yerdə idik, canlı yayımdaydıq həmin verilişdə, amma bu verilişdə baş verir. Bəli. Siz onda onu göstərməmiş ifa eləmisiniz. Sonra da o mahnını oxumadınız. Yox, artıq Fəridə dedim ki, çox sağ ol, təşəkkür edirəm. Çox gözəl iş ərsəyə gəldi. Aranjmandan pulu halal etdim ona, dedim çox sağ ol. Biz gözəl bir ifa eşidək Elçin bəyin inşallah ki ifasında. Çox sağ olun, təşəkkür edirəm. Çox da gözəl oxuyursunuz. Bilmirəm nəyə görə veriliş sizindir, bu verilişin aparıcısınız, amma heç vaxt öz ifalarınıza yer vermirsiniz. Nəyə görə? Çox ifa etmirəm həqiqətən də. Çünki istəyirəm gələn qonaqlarımızı dinləyək. Çünki gələn qonaqlarımızı dinləməyi çox istəyirəm. Nəinki onların yanında özüm oxumağı. Gözəl səsiniz var. Çox sağ ol, təşəkkür edirəm. Buyurun, siz əyləşin Gülzar xanım. Çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Dəyərli sənətkarlarımız, sənətçilərimiz var olasınız. Amma az öncə, mənim ifam üçün təşəkkür edirəm gözəl sözlərin üçün. Az öncə Elçin bəydən çox maraqlı bir mahnı dinlədik. Sənin baxışların. Çox qəşəng mahnıdır. Sənin baxışların mahnısı son 1-2 həftədir ki, artıq sosial şəbəkələrdədir, YouTube-da filan. Çox baxılıb, izlənilib, artıq milyona yaxın baxışı var. Sözlər, musiqi İsmail dostumuzundur. Aranjmanın Camal Qurbanov edib və böyük bir komanda ilə birlikdə Qusarda klip çəkdik bu mahnıya. Xəyal Hüseyin çəkdi rejissoru. Buradan bütün komandaya, bütün əziyyət olan hər kəsə təşəkkürümü bildirirəm. Və mənimlə birgə çalışır Zəminə xanım, bizim dəyərli jurnalistimiz. Bütün yayıma filan Zəminə xanım baxır. Buradan da izləyir bizi, salamlar göndərirəm.
və həqiqətən də gözəl bir İş mahnı ərsəyə alındı, gəldi. bəli. Düşünürəm ki, həqiqətən də sevilib. Çünki mənim də Bartu qarşıma çox tez-tez çıxır bu mahnı. TikTokda hamı Bəli, çəkir TikTok özünü, belə platformasında, Instagramda. Çox sevilib, uğurlu olsun. Nə Çox deyək? sağ Güzel olun, xanım. çox təşəkkür edirəm. Aha. İndi mən növbəti rubrikama keçmək istəyirəm. Siz zəhmət olmasa buyurun əyləşin. Mən əyləşim sizi dinləyim. Elçin bəy, indi mən sizə suallarımı təqdim edirəm. Mənim suallarımın cavabı sizin ifalarınızın adıdır. Sizin ifanızın adı mənim suallarımın cavabıdır. Başlayaq. Buyurun. İnsanın Mən da... Buyurun. Mahnılarımdan da, hə? Bəli, sizin ifalarınızdır. Sizin elə bir ifalarınızın adları var. Bayaq məsələn hansı mahnını oxumuşdunuz? Aha. Onun adı sənin baxışların. O sənin baxışların adıdır. Mənim də sualımın cavabı sizin mahnınızın adıdır. Buyurun. İnsanın daxili dünyasını və sənə olan hisslərini sözsüz ifadə edən, üzündəki ən təsirli nöqtə hansıdır? Sənin baxışların. Senin baxışların məni məndən aldı. Senin baxışların məni dərdə saldı. Senin baxışların Bilmədən sizə köməklik etdim burada. Çox gözəl. Keçmişdə hökmdarlara deyilən, sevgidə isə insanın könlünü tək sahibini ifadə edən xitab hansıdır? Bu. Keçmişdə hökmdarlara deyilən. Keçmişdə hökmdarlara deyilən, sevgidə isə Mənim insanın, mahnımdır o da. bəli, sizin mahnınızdır. Sevgidə isə insanın könlünün tək sahibini ifadə edən xitab hansıdır? Sultanım. Baxaq. sultanım hər nə istər. Bu gözümüzdə dərmanımsan, mən sənə xəstə. Bəzən insanı müvəqqəti xilas edən, amma gec-tez hər şeyi məhv edən ən şirin zəhər hansıdır? Zəhərdən oxumamışam axı. Görüm elə. Ən şirin zəhərdir belə. Onu deyəndə siz onu zəhər kimi qəbul edirsiniz. Əslində mən bildim hansıdır. Mənim bu yaşa gəlib çatmışam. Ən xoşuma gəlir. 2 mahnı oxumuşam. Bax indi deyəcəm ona. O adda 2 mahnı oxumuşam. Ən xoşuma gəlməyən bir, necə deyim, insanda olan bir xarakter deyim, ya xüsusiyyət. Bəli, xüsusiyyətdir ki, qəti xoşuma gəlmir. O insandan bir dəfəmlik... Onu məncə heç kim sevmir. Bir dəfəmlik qutar. Yox, bəzi insanlar var ki, onu belə deyək də yola vermək olar hansısa bir xüsusiyyətinə görə. Bəli, bağışlamaq olar. Amma o hərəkətinə görə, o xüsusiyyətinə görə o yalan söhbəti... Tamaşaçılar gözləyir. Yalandır da, yalan. Diz üstə çöküb ağlamağım yalan, yalan. Ölüncə mənə bağlanmağım yalan. Bir mahnım da vardı, Yalanın adı. O mahnıda bir harca 2012-ci ildə. Zəhərdir də, bu yalan bizə zəhərdir. Bəli, yalan... Belə də, nətər deyim, mənim başımın daşıdı. İnsanın canından çox sevdiyi, ürəyinin digər yarısı hesab etdiyi o tək insana nə deyirlər? Allah hər bir kəsi xoşbəxt eləsin və hər bir kəsi yarı ilə yarıtsın. Mən ümumiyyətlə deyərdim ki, hər bir kəsin insanın qəlbində və əsasən də ailə başçısının insanın qəlbində hər bir kəsin öz yeri var. İstər ata, ana, qardaş, bacı, dost, qohum, əqrəbə. Amma onun yarının xüsusi yeri var. Ona görə insan üçün həyatda qalan onun yarıdır. İstər kişi üçün qadın, qadın üçün kişi. Ona da yarım deyirlər. Bardalar. Sənlə bütöv sənsiz yarım, sənsiz əsəblərim darım, gözdən axan yaşlarım ardı, arası kəsilməz ki yarım. Allah sənə də qismət eləsin. Amin, çox sağ olun. Maşallah. Hələ ki, gözəl davam eləyirik. Çarəsiz və çıxılmaz bir vəziyyətdə qalanda həm özünüzə, həm də taleyinizə verdiyiniz o ən çətin sual nədir? Çətin sual. Allah heç bir kəsi çarəsiz qoymasın. Amma çətin sual mahnının adı
Elə onu deyirəm də. Ha, nə edim var? Nə edim? İlhamə xanım sizə köməklik edir. Bəli, Baxaq. bəli, varımdır. Nə edim mahnısı? Doğrudan da çox gözəl Olmur yerim boş kalıb neydim axı sensiz dözmürürəm söz ucu dedi, amma düz dedi də. Düz dedi İlhamə xanım sağ qaldı yenə də yoxsa Yox, mənim missiyam burada bitdi. İndi buyurun Gülzar xanım. Növbəti missiyamız isə elə İlhamə xanımdan gözəl bir nəğmə eşitmək olacaq. Eşidək, dinləyək. Yaman könlümə düşmüsən Çox sağ olun. İllər əvvəldən sevilir bu nəğmə. Səhv etmirəmsə, artıq uzun. Bir 10 il var bu nəğməni ifa etmisiniz. 10 il olmaz, bir 8 il var. Hə, deyirəm də çoxdan mən eşitmişəm və sevilir həqiqətən də. Mənim də Həqiqətən çox bəyəndiyim sevilir və nəğmələrdəndir. Düzdür, çox tək-tük hallarda, məclislərdə və ev şənliklərində, yəni toylarda İfa oluram və edirsiniz. amma yəni çox sevərək ifa edirəm və sevərək də istəyirlər. Çox uğurlu alındı həqiqətən. Yəni düzüm bunu ifa edən, bu mahnını ifa edəndə çox tərəddüd edirdim. Çünki bu biraz Zeynəb spasmik olduğu xanım üçün var, həm də biraz məsuliyyət idi, biraz amma biraz əminliklə Mən belə oxudum və başa çox düşürəm uğurlu ki, alındı həqiqətən. Orxan bəy ifa elədiyi mahnıların aranjmanını həmişə dəyişməyə xoşlayır. Yəni çox çünki Bunu da çox təkliflər, dəyişmisiniz. aranjmançılar çox təkliflər irəli sürür və bir fərqli olmalısan ki, yəni seçiləsən yəni, bu sənətdə. Yox, yəni Niyamətin buna bu söz demədim. Hə, yəni fərqli olmaq lazımdır ki, yəni biraz tamaşaçını cəlb edə biləsən. Yəni standart olanda artıq biraz Çox çətin olur. Bəli, əlbəttə elədir. İlhamə xanım, bugün Avroviziya müsabiqəsində münsif olaraq əyləşsəydiniz, kimi seçərdiniz ölkəmizi təmsil etmək üçün? O müğənni varmı fikrinizdə? Xeyr, çünki əslində çox istedadlı uşaqlar var bizdə Azərbaycanda. Yəni çox istedadlı gənclər var. Hər biri ola bilər onlardan. Doğrudan çünki mən müsabiqələrdə olmuşam, çox jüri. Əvvəllər çox olurdum. Bu yaxınlarda da birində oldum. Çox istedadlı uşaqlar var və bilirsiniz o sıfırdan səhnəyə gəlirlər, görürsünüz ki, qeyri-professional oxuyur. Onları belə deyək də ələşdirmək olmaz, çünki onlara çoxlu təcrübə lazımdır, çoxlu məşğul olmaq lazımdır və məşğul olandan sonra görürsən ki, yerlə göy qədər fərq olur. Yəni o qədər, məsələn bilirsiniz ki, texniki biliklər də çox vacibdir. Amma belə mən sırf bu gün konkret deyim kimisə seçərəm, yox, çünki çoxdurlar. Mənə elə gəlir ki, bugün mahnı müsabiqəsi daha yaxşı, aktual söhbətdir. İfaçı yox, mahnı müsabiqəsi olmalıdır ki, hansı mahnı seçilsin Avroviziya üçün belə. Avroviziyaya gedəcək ifaçını necə yetişdirmək lazımdır? Biz niyə uzun illərdir ki, gedib finala çıxa bilmirik? Nə etmək lazımdır bunun üçün? Bilirsiniz, mən düşünmürəm ki, burada problem ifaçıdadır. Ola bilsin, mahnı da zəif olur. Amma yəni ki, mahnı zəifliyi ola bilər və mahnı bir də ki, onu da demək olmur. Çünki görürsünüz ki, bəzən zəif mahnı da məsələn çıxa bilir. Amma məsələn, deyək ki, son 10 ildə 6-7 qalibin mahnıları çox güclü mahnılar olub əslində. İfaçılar da yəni maraqlı performans göstəriblər. Amma bizim yəni ifaçılar heç də məsələn bu il Civa yəni çox gözəl bir ifaçıdır. Çox gözəl də ifa elədi. Mən bilmirəm necə orada onun günahı deyil. Bilirsiniz, Avroviziya artıq biraz belə siyasi bir müsabiqəyə daha çox dönüşüb. Bəli, son vaxtlar yəni hərə öz qonşularına, görürsünüz, şərq ölkələrinə qarşı bir belə xüsusi bir İlhamə fobiya var. xanım, üzr istəyirəm. Bəs axırıncı dəfə müsabiqədə nəyə görə uduzdular? Nə çatışmırdı? Ola bilsin mahnı zəif idi. Mahnı ola bilsin, bəli, mahnı. Bilirsiniz, Avropanın, ümumiyyətlə Avropa qərbdə çox başqadır, yəni ki, mahnı zövqü. Bizim istədiyimiz mahnı ilə, mahnı zövqü ilə. Baxın, okean o tayında tam başqadır mahnı zövqləri. Bu tərəfdə Avropada tam başqadır, məsəl üçün. Çox nadir hallarda Avropada və Avropanın mahnısı gedir okeanın o tayında, məsələn, hit ola bilir. Amma Amerikada, deyək ki, hit olan bir mahnı bütün dünyada hit olur, bilirsiniz. Yəni, ona görə belə bir xüsusiyyətlər var, onu öyrənmək gərək, çox öyrənəsən, onun içində çox olasan ki,
bəlli bir gözəl bir mahnı seçə bilərsən. Həqiqətən burada incə nüanslar çoxdur. Amma biz o incə nüanslardan qopub gəlirik. Bugün həftənin cümə günüdür. Bartu mənlə bir yerdədirsə, bugün deməli rubrikalarımız çoxdur. Növbəti rubrikamızı təqdim edirik. Ay Bartu, buyur. Mən yenə əyləşirəm. Buyurun, əyləşin. Davam edin. Orxan bəyədir. Orxan bəy, suallar verirəm, seçim edirsiniz. O yoxsa bu? Başlayaq. Sakitlik yoxsa dəlilik? Sakitlik. Story yoxsa post? Story. Pul yoxsa hüzur? Mən pul deyərdim. Pulu sevən insansınız, görürəm. Pul olanda hüzur olur Onu deməli. sevməyən insan var yəni. Sir saxlamaq Pul içində yoxsa huzur var. sir saxlamaq yoxsa hər şeyi demək? Sir saxlamaq. Amma hərdən hər şeyi demək olar. Məncə Lazımdırsa. çox da şey demək ehtiyac yoxdur. Çünki onu sənə sirdirsə, yəni O ehtiyac düzdür. yoxdur. Sirdirsə, yəni onu demək. Səbr yoxsa əsəb? Səbr. Gec yatmaq yoxsa tez durmaq? Tez oyanmaq əlbəttə. Şəhər yoxsa kənd? Kənd. Yay yoxsa qış? Yay. Repertuar yoxsa imic? İmic. Və sonda bu sualı vermək istəyirəm və istəyərdim ki, hamı cavab versin bu suala. Köhnə xatirələri silmək yoxsa yeniləri yarada bilməmək? Köhnə xatirələri silmək. Nəyə görə? Onun niyəsini də deyim də mən, zəhmət olmasın. Çünki bilmirəm, yəni bəlkə mən biraz xatirələrimdə yaxşı Köhnələri İzlər silmək yoxdur. istəyirsiniz, amma yeniləri yaratmaq istəyirsiniz. Bəli, əlbəttə. Yəni köhnə xatirələrim yaxşı yaddaşda qalmayıb deyə onun üçün köhnə xatirələri silmək istəyərdim. Elçin bəy, bəs siz? Neyini silək, yoxsa? Sizin seçiminizdən asılıdır. Xatirələr deyəndə əslində bəzi köhnədə olanları silmək olar, amma hamısını olmaz. Hamısını silmək olmaz. Bəzilərini olar. Ona görə ki, əslində insan, mənim fikrimcə belədir də, mən bunu həmişə deyirəm ki, elə yaşamalısan ki, yəni keçmişə baxanda o çətinlikləri yaşamayasan da, çətinlik keçirtməyəsən, yəni ona da fikir verməlisən. Amma olur da insan həyatında, bəzi insanlar olur ki, həyatında aldanmısan da, yəni onu inanmısan ona, yaxına çox buraxmısan. Amma sonra Amma Allah'ımız sonra görmüsən ki, o dörmüş də, bu insan sənin yanına gələndə tamamilə başqa insan. rola girmişmiş, bəli. Yəni o insanları silmək, söz yox, indi silirsən. Amma keçmişə arada nəzər yetirəndə yada düşür, əsəbləşirsən. İlhami xanım, bəs siz? Mən əsla və əsla xatirələri silmərəm. Çünki günahlarımla, demişkən savablarımla bu mənim həyatımın tarixçəsidir. Mən onlara əsasən böyümüşəm. Etdiyim səhvlərə əsasən səhvlərimi anlamışam ki, o səhvin nəticəsində növbəti addımımı biraz düzgün atmışam və dediyiniz aldadan məsəl üçün insanların sayəsində insan biraz artıq özümə qorumağa başlamışam. Çünki çox insanlar kimi biz də böyüyəndə, yəni çox açıq ürəkli, çox açıq olmuşuq. Hər kəsə özümüz kimi tanıyıb. Bütün bunlar həyatımda olmasaydı, yəni ki, insan bilmir aqibəti necə olardı. Ona görə mən xatirələrimi əsla silmərəm. Yəni bu mənim üçün qəlbimi ağrıtsa da, bəzi məsələn çox, yəni deyək ki, nüanslar, bu mənim bir parçamdır. Onda siz xatirələrinizi silməzsiniz, amma yeniləri yarada bilməzsiniz. İkisindən birini seçməlisiniz. Yox, yenilərini zaten yaradırıq. Hər günümüz bir xatirədir. Mənim bugünkü tənbəlliyim son 2 ildir. Bu da mənim üçün bir xatirədir. Bəlkə bir gün başım oyandı, başladım iş görməyə və bu da mənim üçün xatirə olacaq ki, vaxt var idi. Mən introvert olmuşam 4-5 il və mən tənbəl olmuşam. Bu da bir xatirəyə dönüşür. Elçin bəy, Əslində İlhami xanım gözəl sözlər dedi. O bir həyat məktəbidir də. Onlardan nəticə çıxardı. Mən indi uşaqlarımı hər ayda 1-2 dəfə yığıram bir yerə. İclas edirsiniz? Bəli, bəli. Mən Aha, onlara ata iclası. keçdiyim yolları mən 13 yaşımdan cəmiyyət içindəyəm də. İndi
50 yaşım olacaq inşallah. Elə üzr istəyirəm sözü kəsirəm. Hamıya deyirsiniz ki 50 yaşım olur, yubileyimdir yaxında. Amma sizin yubileyiniz dekabrdadır. artıq. Aha, Yox, olubdu. dekabrdadır və atamla bir yerdə bir gündə doğulmuşsunuz. Zaurla biz bir yerdə, Bəli. bəli, ad günümüz düşürdü üst-üstdən. Və Nə o mənim ad günümə gəlirdi, nə mən onun ad olacaq. gününə. bir-birinizi elə təbrik edirsiniz. Elçin Efirdən bəy, təbrik bizim edirik. əməkdaşlarımız sizə bir qısa bir süjet hazırlayıb, gəlin indi onu izləyək. Zaman kiminin ovucuna bir ovuc kədər qoyub keçir, kiminin saçlarına ağappaq qar. Amma bəzi insanlar var ki, zaman onların ömrünə sadəcə illərlə deyil, ürəklərə toxunan nəğmələrlə ölçür. Zaman benim sevgilim, indi saat gecedir. Bilirsen ben deliyem, senin ağlın necedir. Bu il Azərbaycan səhnəsinin öz səmimiyyəti, xarakteri ilə və səsi ilə seçilən simalarından biri Elçin Hüseynovun ömrünün ən kövrək, ən müdrik zirvəsinə boylanır. Yarım əsrlik bir ömür və bəyaz sənət yolu. 50 yaş. Bu sadəcə təqvimdə bir rəqəm deyil. Bu geridə qalan illərin hesabatı, çəkilən zəhmətlərin, qazanılan dostların və ən əsası, tamaşaçı sevgisinin bəhrəsidir. Elçin Hüseynov bu günə qədər oxuduğu hər mahnıda bir ürək döyüntüsü qoydu. O sadəcə oxumadı, həm də dinləyicisi ilə bərabər kövrəldi, bərabər sevindi. Senin bakışların beni benden aldı. Senin bakışların beni derde saldı. Həyat heç də həmişə hamar yollardan ibarət olmur. Bu 50 ilin içində bəzən itkilərin acısı, bəzən gənclik illərinin şirin həsrəti gizlənib. İndi o geriyə boylananda saçlarındakı dən-dən ağların, üzündəki hər cizginin bir hekayəsi olduğunu görür. Amma bu hekayə həm də uğurun, sənətə verilən sadiq ömrün hekayəsidir. Elçin üçün ən böyük təbrik, bəlkə də onun hər mahnısından özünə bir təsəlli tapan sadə insanların dualarıdır. Yarım əsrlik ömrün mübarək sənətkar. Nəğmələrin heç vaxt susmasın, çünki o nəğmələrdə bütöv bir ömrün sədası var. Ah saçlara değdi gözüm. Baktı yavrum, baktı kızım. Min sualla dindi sazım. Bu ne kardır, bu ne boran. Doğrudan mı kocalıram? Ey doğrudan mı kocalıram? Doğrudan mı kocalıram? Doğrudan mı kocalıram? Çox gözəl. Qəhərləndiniz biraz, kövrəldiniz. Sanki o az öncə dediyiniz xatirələr dolu illəriniz bir-bir keçdi, vərəqləndi göz önünüzdə. Mən dərin təşəkkürümü bildirirəm hər iki Zaur qardaşıma. Allah canlarını sağ eləsin. Elə bax, bizim xatirələr deyəndə elə bax, bu mənim dəyərli qardaşlarımla da uzun illərin biz dostuyuq, uzun illərin xatirələri var. Mən minnətdarımı bildirirəm. Zaur, çox sağ olun, təşəkkür edirəm sizə. Həqiqətən də çox gözəl bir süjet hazırlamışsınız. Və bəli, baxırsan, belə şeylər görəndə bilirəm, mən yaşlaşmışam. Əslində heç bilmirdim mən bu yaşa gəlib çıxmağımı. Biraz kövrəldim, həqiqətən də qəhərləndim. Kiçik bir hədiyyədir. Yubiley bizə. Allah Bizdən canınızı sizə sağ olasın. kiçik bir hədiyyədir. İnşallah ki, dekabr ayının 19-unda mən bu vaxta qədər böyük bir ad günü keçirtməmişəm. Aha. İstəyirəm mən bunu vurğulayım ki, Elçin bəy sənət aləmində demək olar ki, bir çox saymaqla bitməyən insanların, sənətçilərin çox yaxından dostudur. Biz də çox tez-tez ocağınızda qonaq oluruq əlbəttə Çox ki. təşəkkür edirəm. İnşallah ki, öz doğum gününüz də gözlənilir yəqin ki, böyük. Yəni, onu vurğulamaq istəyirdim. Mən bu yaşa qədər bir ad günü ancaq ailə içində olub, böyük ad günü eləməmişəm.
Elə bir dəfə bu 50 illik yubiley eləyəcəm inşallah. İnşallah. İnşallah dekabr ayının 19-u özü də böyük bir tədbir edəcəm və orada yenə də yaradıcılıqla bağlı da işlər olacaq. Elə yəni. orada toxunmaq Bəli. istəyirəm, çünki veriliş başlayandan biz bildiririk ki, Elçin bəyin bu il 50 yaşı olur və 30 ildir sənətdədir. 50 yaşınızla bağlı əzizlərinizlə, doğmalarınızla birgə keçən gözəl bir gün özünüzə hədiyyə edəcəksiniz, o öz yerində. Bəs bu sənətdə 30 ildir ki, külünk vurursunuz, necə deyərlər, əziyyət çəkirsiniz, meydandasınız. Bu 30 ilin hədiyyəsi nə olacaq özünüzə? Eşitmişik, gözəl bir tədbir layihəniz var İnşallah qarşıda. Hətta gözəl bir- ölkə xaricindən qonağımız var, eşitmişik. Kiçik bir İnşallah, hər şeyə inşallah çıxaq bu olacaq, haqda. bəli. Yəni bu mənə deyiblər, açıqlamasını verməyim. Aha. Amma bəli, xaricdən bizim elə həmkarlarımızdan biri ilə bir duetimiz olacaq. Nə gözəl. Gözəl bir layihəmiz var və orada sürpriz qonaqlar olacaq. Sonra mənim dəyərli həmkarlarım, hamı orada iştirak edəcək, qismət olsa hər biriniz. Sonra yəni maraqlı bir Böyük layihə var bəli, qarşıda. bir gecə hazırlanacaq, maraqlı. Və yenə həm yaradıcılıqla bağlı, həm də ad günümlə bağlı və mənə də deməyiblər, deyirlər ki, kimsə də yaxşı da bir hədiyyə verməlidir həmin günü. Böyük bir hədiyyə olacaq. İndi onu Gözlədiyiniz gözləyək. şəxs varmı? Gözləyirsiniz. Varmı o şəxs ki, ondan gözləyirsiniz hədiyyə? Əslində mənim dostlarım, mənim yaxınlarım, ailə üzvlərim həmişə mənə gözəl qiymət veriblər, dəyər veriblər. Şübhəsiz ki, bilirəm ki, indi 50 illik yubileydir də, yəqin ki, orada da adıma layiq bir İnşallah o hədiyyəni də bizlərlə bölüşərsiniz. Hər nədirsə İnşallah, xeyirli uğurlu olsun. inşallah. Amma biz rubrikamızdan davam Növbəti edirik. rubrikamıza keçid edək. Elçin bəy, sizdən xahiş edərdim, zəhmət olmasa onları İlhamə xanıma xanıma verin. verərdiniz. İlhamə xanım, deməli sizə suallar verirəm. Siz mənim sualıma olub, olmayıb cavabını verirsiniz və göstərirsiniz. Sonra da anladırsınız bizə nəyə görə, necə baş verib. Heç olub ki, həmkarınızın yeni mahnısına çox bərbaddır deyib, özünə isə süper alınıb demişsiniz. Mikrofonu var. Mikrofonunu da yanınızda saxlayın zəhmət. Olmayıb. Olmayıb. Yəni belə orta olub, demişəm yaxşıdır. Məsələn, mahnını bəyənməmişəm, amma yəni belə bərbad heç vaxt olmayıb. Evdən çıxanda qapını bağlayıb, bağlamadığınızı unudub, yarı yoldan geri qayıtmısınız. O qədər. O qədər. Mağazada bəyəndiyiniz paltarın qiymətinə baxıb, baha olduğu üçün bunun rəngi mənə düşmür deyib çıxmısınız. Yox, mən Olmayıb. belə şeydən utanmıram. Baha olanda elə konkret Deyirsiz, deyirəm bahadır. ki, bahadır. Bu nədir? Əlbəttə, Aha. hökmən. Amma elələri olur ki, deyir rəngi Yox, o bir mən başa ya da düşürəm. Olur ki, bilirsiniz, mağazinə gedəndə sənə elə münasibət göstərirlər, insanda kompleks yaradırlar, Kompleks amma yaradır. heç vaxtı qorxmamalısan. Açıq şəkildə deməlisən. Sən çünki halal deyək ki, hardasa bir iş deyirsən, əziyyətlə, deyək ki, ən az da olsa pul qazanırsan, bu öz gücünlə sən heç vaxt öz əziyyətindən, həyatından utanmamalısan. Doğrudur. telefonunuz əlinizdə ola-ola, onu evdə axtarmısınız? Elə dünən. Dünən. Əlinizdə tutmusunuz O telefonu, qədər axtarırsınız. olub ki, təsəvvür edin 3 dənə bir şeydir, bir dənə deyək ki, telefondur və s. götürmüşəm və telefonda nəyisə axtara-axtara baxıram, telefonu da qoymuşam xəritəyə baxmaq üçün. Telefonum yoxdur. Ay, telefon qalıb, amma telefon qarşımda. Heç gizlincə kiminsə telefonunu yoxlamısınız? Olmayıb. Heç vaxt gizlincə ümumiyyətlə kiminsə həyatına, işinə və yaxud nəyinsə götürmək mənim xasiyyətim olmayıb. Çünki uşaqlıqda ona görə çox döyülmüşük. Biz elə tərbiyə almışıq ki, yəni həddimiz nə idi birinin bir şeyinə dəyək. Kiminsə adını telefonda başqa adla qeyd etmisiniz? Olmamış olmaz. O bilirsiniz necə? Məsələn, lazımsız zənglərdirsə, o zəngləri qeyd eləmişəm, cavab vermə. Bir də cavab 1, cavab vermirsiniz. vermə 2, cavab vermə 3. Ki Elə yəni ki, yazırsınız. hə, bilirsiniz çünki yazmayanda yadımdan çıxır Qara cavab siyahı. versin. Elə. Kiməsə 5 dəqiqə gəlirəm deyib, yarım saat gecikmisiniz? Olub. Olub.
O deyəsən hamıda olur. Deyir 5 dəqiqə çatıram, yoldayam, amma evdə təzə hazırlaşır. Onu Hətta təzə öyrənmişəm. evdən Valla bu çıxmayır. yaşda təzə öyrənmişəm. O da məsələn çox olub insanlar məsələn deyiblər, mən ümumiyyətlə gecikməyi elə də xoşlayan deyil. Gecikirəm 5 dəqiqə, 10 dəqiqə uzağı. Amma yəni ki sonra gördüm ki, belə yaxşıdır, öyrəndim mən də. Kiminsə paylaşımını qısqanıb story atmısınız? Anlamadım. Kiminsə paylaşımını görürsünüz. Qısqanıramsa storyyə niyə atıram? Nə bilim, indi bəziləri olur, görürlər ki, kimsə paylaşıb, mən də qısqanıram. Özüm bir story çəkirəm, nə iləsə bağlı, mən də atıram. Ha, yəni ona Qısqancılıq öz yaradır. fikrinizi rəy olaraq bildirib story Olmuyor. çəkmisiniz? Aha. Dostunuzun sirrini təsadüfən açmısınız? Bilmədən. Olmayıb. Sir sizin üçün sirdir, heç kimi açmırsınız. Öz sirrim, heç sirrim zadım yoxdur. Nə var deyirəm. Dostumuzun. Başqasının dostun sirri, o dostun sirridir. Dostun sirri. O mənə aid deyil, onu aça bilmərəm. Bitdi. Alqışlayıram Sağ olun, sizi. çox sağ olun. Həqiqətən də çox sevdiyim xanımı bir daha çox sevdim o real cavablarına görə. Elçin bəydən gözəl bir nəğmə işləyəcəyik. Reklamlarımız bitdi. Yenidən studiyamızdayıq, sizlərlə bərabərik. Amma bu məqamda istəyirəm ki, maraqlı bir fraqmenti nəzərinizə çatdırım. Bu yaxınlarda Gəncə Dövlət Filarmoniyasında xalq artisti Aygün Səmədzadənin yaradıcılıq gecəsi baş tutub. Biz də öz adımızdan təbrik edirik, sənətkara yaradıcılıq uğurları arzu edirik və bununla bağlı maraqlı bir süjet hazırlamışıq. Onu izləyək, yenidən studiyamızdayıq. Gəncə Dövlət Filarmoniyasında sevilən bəstəkar xalq artisti Aygün Səmədzadənin yaradıcılıq gecəsi baş tutub. Gecədə bəstəkarın pərəstişkarları, həmkarları, sənət dostları bir araya gəliblər. Sənətkarın ruhundan yoğrulan, dillər əzbəri olan mahnıları ifa olunub. Türk aşıqı, ey Türk, tut ağacı, ruhumuz qovuşacaq. Bu dünyanı nağıl bilək, həsrət nəğməsi, eşq yağışı, gizlətmək çətin kimi hit bəstələr xalq artisti İlqar Muradov, əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Abbas Bağırov və Nurlan Növrəsli, müğənnilər Pərviz Abdullayev, Vüsal Hacıyev, Samir Məmmədovun ifasında bir daha dinləyicilərin qəlbinə toxunub arzularını dilləndirib. Həqiqətən də çox gözəl bir tarixdir. Uğurlu olsun, Aygün xanımı təbrik edirik. Bəstəkar konsert boyu tamaşaçılarla xatirələrini bölüşüb və özü də piano arxasına keçərək mahnılarını ifa edib. İndi hərdən öz mahnılarımı ifa eləyirəm. Fikirləşirəm ki, kaş ki mən bunu 20 il əvvəl eləyərdim, amma onda da müğənnilər uduzacaqdı. Çünki mahnılarımın çoxunu onlara verməyəcəkdim. O mahnıları ifa eləyən ifaçılar, mən düşünürəm ki, Azərbaycan ən gözəl səsləridir. Mənim üçün fərqi yoxdur əsərlərimin, hamısı mənimdir, hamısı mənim evlatlarımdır. Onları oxuyanlar da mənim evlatlarımdır. Aygün xanım elə bir deyir o dəryadır ki, biz sənətçilər o dəryadan bir damlanı da deyir. Nə götürsək qənimət bilirik. Azərbaycan musiqisinə, incəsənətinə nə qədər səslər bəxş edib, onlardan birisi də mənim. Aygün xanım bir toxunuşu ilə mənim sənət yoluma böyük bir işıq bəxş edib. Konsert boyu Gəncə Dövlət Filarmoniyasının rəqs ansamblı da Humay, Dağlı, Buzovnadan Bilgəhə rəqsləri ilə tədbirə xüsusi ovqat qatıb. Gecənin sonunda birgə ifa edilən Azərbaycan mahnısı isə tamaşaçılar tərəfindən böyük coşxu və alqışlarla qarşılanıb. Onlarla mahnının, simfonik əsərlərin, rəqslərin müəllifi olan Aygün Səmədzadə öz musiqisi ilə insanlara sevgi və ümid gətirən, zamanın ruhunu əks etdirən nadir sənətkarlardandır. Mən arzu edirəm ki, Aygünün öz musiqiləri qədər gözəl, mənalı, sağlam, keyfiyyətli həyatı olsun və o qədər çox yaşasın və yaratsın ki, musiqi xəzinəmizi zənginləşdirsin. Aygün xanımın sənəti, onun mahnıları, onun yaradıcılığı və yaradıcılığından inkişaf edən gənc müğənnilər hamısı Azərbaycan musiqi sənətinə bir
töhfədir. Bəstəkarın musiqi mədəniyyətimizdə xüsusi yer tutan əsərləri bütöv bir dövrün səsi, əsl sənət nümunəsidir. Bu musiqi gecəsi isə canlı ifalar, ayaqüstə alqışlarla yanaşı, həm də dinləyicilərin bəstəkara, bəstəkarın dinləyicilərə sonsuz minnətdarlığı ilə yadda qalıb. İstedad, zövq və səmimiyyət. Səmimisənsə, zamansız musiqi yarana bilər. Möhtəşəm gecədən kiçik bir anonsu izlədik Bartu. Həqiqətən də Aygün xanım elə sənətkarlarımızdan, elə bəstəkarlarımızdandır ki, milli musiqi sərvətimiz üçün onun hər bir əsəri kiçik bir incidir, gözəl bir incidir. Çox gözəl idi, çox möhtəşəm idi. Biz elə sənətkarımıza can sağlığı arzulayırıq, onun uğurlarının davamını diləyirik inşallah. Var olsun bütün sənətkarlarımız. İndi isə gözəl ifa istəyirəm İlham xanım sizdən. Buyurun. Çox gözəl ifa idi. Aygün xanım da çox sevmişik. Yeni lent aldırmışsınız deyəsən. Bəli, onun The Best of albomu oldu. Yəni bir ilk, sonra yeni ikinci partda oldu. Yəni ikinci bir albom da yenə də hazırladı. O birinci albomda bəli ifaları təqdim etmişlər. Mənim Aygün xanımın yəni çox sevdiyim bəstələri var. Hansının adını çəkdi, dedilər axıyıblar, artıq seçiblər və sonra bu mahnıda. Çünki bu mahnının tərzi belədir ki, daha yəni biraz sizə uyğundur. Yox, əslində belə biraz görürsünüz, orada belə boğazlar falan belə şeylər vardı. Ona görə yəni mən dedim ki, yox, mənim üçün challenge-dir. Mən də qoyub belə oxuyum da ona görə. Gözəl, çox möhtəşəm. Nə ifa eləsə gözəldir. Özü də gözəl xanımdır. Özü də gözəl. Estağfurullah, çox sağ olun. Sualım var hamınıza. Sənət dostlarınızdan kimin yol yoldaşlığı yaxşıdır? Kimlə yola çıxmaq olar? Yol yoldaşı olmağı daha çox sevirsiniz. Mən məsəl üçün yol yoldaşı olmuşuq çox. Aksana ilə yol yoldaşlığı, Aksana Rasulova və Gülyaz xanım və Humay Qədimova çox yaxşıdırlar. Yəni biz bir yerdə səfərdə olmuşuq. Demək olar ki, yəni Gülyaz xanım bilirsiniz necədir? Deyir, gülür, danışır. Yəni hər kəs, hamı, bütün insanları yola verir. Yəni o qədər qəlbi belə təmizdir. Salamlayırıq efir vasitəsilə gözəl sənətkarımızı. Çox və o qədər gözəl bir insandır ki, baxın mən həmişə bunu deyəcəyəm. Hər dəfə aeroportda Qazaxstanda internet yox idi. Orada belə Gülyaz xanım internet tapdı telefonu üçün. Yəni ki, o qədər belə çox bacaraqlı, bəli, dəhşət belə çox gözəl insandılar. Yəni mən sevinirəm ki, onları məhz tanıyırdım, gülürdük, danışırıq, amma mən onları səfərdə və yolda tanıdım. Biz belə rəfiqə olduq. Nə gözəl. Bəs Elçin bəy siz? Buyurun, fərq eləmə, Orxan bəy siz də deyə bilərsiniz. Belə yoldaşlıq elədiyim çoxları var, çox sənət yoldaşlarım var. Maraqlı olub Rüfətlə, Axundovla, sonra yəni çoxları var. Amma hamısı ilə də münasibətim çox yaxşıdır. Bəs elə olub ki, o insanı əvvəlcə tanımamışsınız yaxşı, bəyənmirdiniz onu, amma yol yoldaşı olandan sonra daha çox sevdiniz onu və daha yaxın oldunuz. Onlardan hələ ki rast gəlməyib elə bir sənət yoldaşlarımdan. Amma çoxları ilə yoldaşlıq eləmişəm. Uzun illərdir də konsertlərimiz, xaricə səfərlərimiz, hamısı gözəl. Bilirsiniz, insanın öz xarakterinə uyğun ətraf seçir də. İndi mənə də deyirlər ki, mənim indi biraz təvəzzükardan uzaqdır. Görə mənim yoldaşlığım yaxşıdır da, yol yoldaşlığı. Ona görə mən yaxşıyamsa, indi qarşı tərəf də yaxşı olmalıdır. Orxan bəy, siz? Mənim ən çox yol yoldaşlığı Zaurla olub, Zaur Kamalla. Yəni, həqiqətən onun yol yoldaşlığı çox yaxşıdır. Bir neçə, mənlə də olmuşsunuz yol yoldaş. Əlbəttə, sənlə də olmuşam, sənlə səhv etmirəmsə, bizlə 2 dəfə xarici ölkəyə gedəndə 8 il bundan qabaq mənim 11 yaşım var idi. Çox maraqlı hadisələr baş vermişdi. Fransiyada olmuşduq və orada da maraqlı hadisələr olmuşdu. Nə qədər? Bir həftə olduq, hə? Bir həftə orada qaldıq və çox... Və Orxanla biz orada dostlaşdıq. Hələ mən uşaq idim, 11 yaşım var. Zaurla biz Kipirdə olmuşuq, çəkilişdə.
Zaurun yoldaşlığı çox yüksəkdir. Özdə orada mənim dostlarım sağ olsunlar bizi maraqlı yerlərə aparmışdılar. Zaurun da çox xoşuna gəldi həqiqətən də. O bir söz var, Elçin bəy, deyirlər, qardaşın necə adamdır, deyir, yoldaşı olmamışam, bilmirəm. Amma elə az öncə bir mövzuya toxundunuz, kiçik oradan keçid elədiniz. Bartu bildirdi ki, heç tanımadığınız bir kəslə yol yoldaşı olub, sonra ondan həqiqi dostluq etmisinizmi? Mən düşünürəm ki, məsələn, mənim həyatımda olubdu. Elə bir xanım olubdu ki, mən onu heç vaxt tanımamışam, amma biz eyni səfərə gedəsi olmuşuq, səfərdə tanış olmuşuq və səfərdən keçib bir 12-13 ildir ki, bizim çox mehriban yoldaşlığımız var. Elə orada tanımışıq. Hətta ana qayğısı belə göstərən bizim sənət, necə deyim, nümayəndələrimiz olubdu mənə yolda. Məsəl üçün, yadıma gəl ki, bizim Humay xanım var, kanon ifaçısı, tanıyarsınız. Biz Ərəbistana bir səfərə getmişik. Mən də orada heç nə yeyə bilmirəm, yeməklərini nəsə dada bilmirəm, təamları mənə xoş gəlmir niyəsə. Deməli, bu götürür səhər oteldən yumurta, kalbasa, çörək qoyur sunkasına. Yolda deyirəm ki, Humay, yaman acımışam, bir yerə ana qurban gözdə, açır tez sunkasını, oradan çıxardır, ala, ana sənin üçün hazırlayıb. Yəni, bax, belə yol yoldaşlıqlarımız həqiqətən olur. Demək ki, özümüz yaxşıyıq ki, yol yoldaşlarımız da yaxşı olurlar. Allah gözəl dostluqları əbədi eləsin. Bu məqamda Orxan bəydən gözəl bir nəğmə eşidəcəyik. Buyur Orxan bəy. Var olasınız gözəl nəğməniz üçün. Və Bartu, mən düşünürəm ki, artıq yavaş-yavaş sağollaşmağın vaxtı gəlib çatıb. Çünki bizə ayrılan dəqiqələrin sonuna gəlib çatmışıq. Neyniyək? Qonaqlarımıza təşəkkür eləyək. Çünki o dəyərli zamanlarını ayırıb bugün bizim qonağımız oldular. Bu axşam da bizim qonağımız oldunuz və səmimi anlarınızı bizimlə paylaşdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, gəldiniz bugün. Dəvətiniz üçün həqiqətən bizə çox xoş oldu. Elçin müəllim jubileyini bir daha təbrik edirik. Çox sağ olun, çox təşəkkür edirəm, minnətdaram dəvətiniz üçün və çox maraqlı və gözəl, hər şey öz qaydasında gözəl bir veriliş oldu. Bütün kollektivinizə təşəkkürümü bildirirəm. Mənim dəyərli dostum Zaura və yenə də Zaura, obru qardaşım Zaura, hər birinə təşəkkürümü bildirirəm. Gözəl sujet hazırlanmışdı. Buna görə xüsusi təşəkkürümü bildirirəm. Var olasınız. Mən də təşəkkür eləyirəm və ən əsas ona təşəkkür eləmək istəyirəm. 2 saatlıq verilişdə uzun reklam fasilələri olmağına baxmayaraq, verilişin aurası çox gözəl oldu. Biz bilmədik nə vaxt 2 saat bitdi. Yəni ona görə mən indi saatı soruşanda dedim, nə tez 9 oldu artıq. Ona görə ən əsas da yəni uğur budur verilişdə. Çox sağ olun ki, bizimlə belə yaxşı münasibətlə, belə yaxşı bir veriliş keçirdiniz. Bizə də xoş oldu bugün belə vaxt keçirtmək. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Bu günümüz çox gözəl keçdi həqiqətən bizə görə də. Ümid edirik ki, sizlər də razı qaldınız bu gözəl verilişimizdən. Sonda isə bizim təşəkkürlərimiz var. Bartu, buyur. Mənim Elatus Moda evimə təşəkkürüm var. Rüfət bəyə və bütün komandasına təşəkkürümü bildirəm. Gözəl kostyumlar və gözəl parçalar Elatus Moda evində. Mənim təşəkkürüm isə Moon Butik mağazalarına olacaq. Başda Ofeliya xanım və onun dəyərli kollektivi olmaqla hər bir əməkdaşına təşəkkür edirəm ki, hər dəfə belə gözəl geyimlərlə məni efirdə tamaşaçılarımızın qarşısına çıxarır. Gecəniz xeyrə qalsın, dəyərli tamaşaçılarımız. Gedirik ki, növbəti həftənin ilk günü inşallah yenidən evlərinizin qonağı olaq, amma gecəmizi gözəl bir nəğmə ilə sonlandırırıq. Və ümid edirəm ki, bugün də sizə gözəl, xoş əhval-ruhiyyə ötürə bildik və növbəti görüşümüzə qədər deyirik. Elçin bəydən mahnı alırıq. Gecəniz xeyrə qalsın. Gələn görüşlərə dək. Sağ olun.